Salamlar. Gəlin bugün keçirilmiş OTK 9-cu sinif üçün buraxılış imtahanına ingilis dili suallarının izahına baxaq. Başlayırıq 56-cı sualdan. Deməli biz sualda əs-sünəz bağlayıcısı görürük və digər tərəfdə baxırıq ki, cümləmiz keçmiş sadə zamandadır. Çünki left feili öz əksini tapır. Gəlin sualı analiz eləyək. Bir dəfə yaşımla yazacağam. Deməli keçmiş sadə zamandadır. Əs-sünəz bilirik ki, bir çox bağlayıcılar var. If, before, after, as-sünəz, when və s. Onların hər iki tərəfi eyni sadə zamanda, məsələn, hər ikisi indiki sadə zamanda, hər ikisi keçmiş sadə zamanda işlənə bilir. Bunun üçün biz baxırıq ki, elə keçmiş sadə zaman tapmalıyıq. Bu da öz əksini Y variantında tapır. İndiki davam edici, gələcək sadə, indiki sadə olmaz. Cavab olur E variantı. Gəlin baxaq. Deyir ki, biz arzuladığımız bir kənd ətrafı yerdə qaldıq. Deməli, cümləyə nəzər yetirsək görərik ki, buradan bizdən sifətin dərəcəsini istəyir. Long təkəcalı sözdür, təkəcalı sifətdir. Bunun müqayisəsi odur longer. Təkəcalı sifətlərin sonuna el atmaqla düzəlir. Və sifətdirsə the longest formasında, deməli, üstünlüyü düzəlir. Gəlin baxaq, əzlə longer olmaz. Çünki əz adi dərəcə götürür. So long'un əzi yoxdur, həm də so as notla işlənir, yəni inkarda. Modla neyət olmaz bir cümlədə. B-ni, D-ni, A-nı çıxın. Much isə müqayisə ilə işlənir. Much longer olardı və müqayisə dərəcəsinin göstəricisi olan zən yoxdur. Elə E variantı qaldı. Gəlin baxaq digərinə. Cümləmiz inkardadır. Və cəmdə olan isim var. Every tək isim. Every sayıla bilən tək isim. Buna görə C variantı yanlış. Anyone törəmədir. Törəmədən sonra isim gəlmir. Üstə gəl isim olmaz. Not varsa bir sadə cümlədə iki inkar olmaz. Gəlarıq some və en arasında. Biz bilirik ki, some üstə gəl inkar. İnkar üstə gəl eni. Cavab olur B variantı. Baxırıq ki, dünya varlığı təkdir, D artiklına işlənməlidir. Yeni çıxırıq. Sifət isim var, isim artiklsuz olmaz. Sifətin də üstünlük dərəcəsində D artiklına işlənir deyə cavab olur elə C variantı. Dünyada ən hündür, ən uca dağ zirvəsi Everestdir. Digərinə baxdıq. Deməli, when varsa hər iki tərəf eyni zamanda ola bilər. Məsələn, keçmiş sadə, indiki sadə və s. When indiki bitmişdən işlənmir. Dəqiqə when'in üstünə xərcəkdim. Olmaz. Daha sonra keçmişdən indiki bitmiş olmaz. Gəlin baxaq, gələcəklə indiki sadə when'dən sonra gələcək gəlmir. Və keçmişlə indiki sadə uzlaşmış cavab olur E variantı. Video blogger videonu yükləyəndə onun abunəçiləri bunu izlədi. Gəlin indi baxaq 61-ə. Petrol sayılmayan isimdir. Uncountable. İndi baxmalıyıq. Deməli, sayılmayan isimdirsə yadınızda saxlayın. Artıq sonuncudur. Yəni burada cümlənin sonunda onu əvəz eləyən, yenə sayılmayanla işlənən kəmiyyət bildirən söz gəlməlidir. Bir də deyirəm. Sonda isim qoymayıbdır. Deməli, əvvəlki cümlədəki ismin sayılmayandırsa, sayılmayandan işlənən, yəni ona uyğun kəmiyyət bildirən söz. Cəmdirsə, cəmlə işlənən gəlməlidir. Deməli, menini çıxın, F-unu çıxın. Baxırıq digərlərinə, F-unu buradan da çıxın. Aha, bizim deməli çox benzinimiz var, tərcümədir. Dayanıb biraz almalıyıq. Yoxsa lap azdır, biraz almalıyıq. Və yaxud Elyer Akademiyində bugünkü sınavına belə bir sual düşmüş, nə təsadüf. Deyir ki, bizim benzinimiz çox azdır, biraz yetərli qədər almalıyıq. Amma çoxdursa da biraz almağa ehtiyac yoxdur. Yaxşı, ona görə cavab oldu B variantı. İndi yerli halı istəyir. Biz bilirik ki, qotun açılışı nədir? Have, has got. Burada da gördü deyə has got. Əlbəttə ki, biri çıxırıq. 2 düzdür, 3 düzdür. 4-də isə apostrof hər ikisində bir üstə gəl 1, eləyir 2. Mən belə öyrədirəm şagirdlərimə. Bunun axında bir dənə S qoyun da, küstürməyin onu. 4-ü də çıxın, cavab oldu deməli 2, 3. Aha, about'dan sonrasını boş verin. Sözündən əvvəl news sayılmır. Sayılmayan təklə işlənirsə is, bunun sonunda S olardı, bu da has olardı, bu da olardı was. Deyir, fövqəladə hava haqqında məlumat çox narahat edici idi. Definition isə söz axtarışdır. Deməli, to find something or somebody. Bir cəhd, nəyisə axtarmağa və isimdir, görsüz artiklından veribdir. Belə belədirsə, sizlə sağollaşaq.
Bravery əlbəttə ki, elə A-dır cavab. 3-ə A-dır, 2-də C-dir. Chance or luck in people's lives. Yəni fortune, bəxt, tale, insanların həyatında şans olur. Bravery də cəsurluq, cəsur davranış və yaxud xarakter. O və Z, oradakı ağ maşın deməli. Hər ikisi isimsiz işləyən olmalıdır. My isimdən, your isimdən, A və isimdən, her isimdən işləyən. Çox asan düşüb. Mənimki deyil, mənimkidir, səninki deyil. Oradakı ağ maşın mənimkidir, not yours, səninki deyil. Definition sualıdır. Deməli, kobud, qəddar bir şey deməklə, etməklə kimisə üzmək. Offend, bəli, kimisə incitməkdir. Digərlərə uyğun gəlmir. Gəlin baxaq, indi 67-yə. Ekvivalent nədir? Sinonim. Dünən biz layihə müddətində biraz səhvlər etdik. Correction düzdür, bu fasilədir, bu üzr istəməkdir. Bu da yenə düzgündür, bu səhvdir birbaşa, səhv. Donc, gəlin baxaq, antonim cütlüklərini istəyir bizdən. Axırdan gedək, hər ikisi vacibdir, hər ikisi əsasdır, hər ikisi çalışqandır. Əlbəttə ki, 1-dən 2. Nəzakətli kobud, bir də çiğ bişmiş. Bəli. Dear Alex. Deməli, cümləmizin başında biz Alex'i yazmışıqsa, Alex olan variantı çıxmalıyıq. Məktub yazılan şəxs heç bir iş görmür. I wanted to tell you about the environmental campaign we held at school last week. Keçən həftə məktəbimizdə keçirilən ətraf mühit kampaniyası haqqında sənə demək istədim. Biz parkı təmizlədik, ağaclar əklədik və çirklənmə barəsində afişalar düzəltdik. Deməli, planet üçün hər kəsi birlikdə işləyərkən görmək ruhlandırıcı idi. Sənin dostun Ella. Ella deyir Alex'dən qoşulmağını xahiş edir. Xeyr, artıq keçən həftə olub bitibdir. Ella didn't enjoy, amma burada nə deyir? Inspiring, ruhlandırıcı. Ümumiyyətlə, inkar yoxdur cümləmizdə. Alex tərəfindən düzəldilib posterlər əlbəttə ki, yox. Cavab oldu D variantı. Ella bu fəaliyyət haqqında qürurlu idi, iftixar, vüqarlı idi. Çünki o sevinirdi ki, hamı birlikdə təbiət üçün işləyir. Deyir, gəl, bu yay fransız dili öyrən. Bizim deyir interaktiv və əyləncəli yay kurslarına qoşul, uşaqlar və yeniyetmələr üçün. 6-18 yaş arası. Və bizim ixtisaslı müəllimlərimiz maraqlı dərslərlə səni təmin edəcək və tələbələr mədəni fəallıqlardan və oyunlardan zövq alacaq. Deməli, qeydiyyata yazılmaq üçün, qeydiyyatdan keçmək üçün bizim saytımıza baş çək. Bu da deyir no registration, amma burada to register deyir. A variantı yanlışdır. Doesn't offer deyir təklif etmir müxtəlif oyunlar. Xeyr, təklif edir. Games are not qualified, bəli. Oldu yaşlıdır. Deyir 18 yaşından yuxarı, amma burada 18, 6-18 deyir. Cavab olur E variantı əlbəttə ki. Kurs dil öyrənməni və mədəni fəallıqları bizə təklif edir. Deməli, part-time cashier, part-time yəni kassir axtarır. Location da yazıbdır, yəni yeri. Tələblər nədir? Yaxşı ünsiyyət bacarığı, əsas təməl riyaziyyat. Bir də müştəri xidməti təcrübəsinə üstünlük verilir. Və uyğun saatlar. Apply in person. Apply in person bilirsiniz nədir? Üzbəüz. Yəni üzbəüz. Online e-mail olmaz. İndi bu da haddasa online falan yazılıbdır. Gəlin bir dənə baxaq. Not only full time. Deyir yalnız full time, yəni tam işləyən yox, həmçinin yarım da elə bir iş saatının yarısı işləyən, part time işləyən, günün yarısı işləyən işçilər istənir. Not only but also yox, bu bir dəqiqə səhvdir. Deyir yaxşı riyaziyyat müəllimi biliyi. Yaxşı riyaziyyat müəllimi biliyi yox. Təməl riyaziyyat. Ola bilər ki, riyaziyyat müəllimi deyil, amma riyaziyyatı əsas hissələrini bilir. O axtarılır. Müəllim sözü burada yanlışdır. Bəli, C variantıdır. Ünsiyyət və riyaziyyat bacarığı olan birinə ehtiyac var. Riyaziyyat müəllimi olmağı şərt deyil, riyaziyyatın dərinliyini bilsin. Ondan başı çıxan birisi. Əvvəlki təcrübə deyir, istifadə yox, üstünlük verilmir. Amma üstünlük verilir burada. Experience preferred. Sadəcə tələbələr qoşula bilər. Belə bir şey yoxdur. Bir də A bilirsiniz niyə səhvdir? A-da deyir ki, yəni həm bu qoşula bilər, həm bu. Nəinki bu, həmçinin bu. Not only but olsa. Amma burada istənilən nədir? Ancaq part-time'dir. Bu istənilmir. Full time istənilmir. Gəlin baxaq mətnə. In the future, more people around the world will speak Hindi, French and Arabic. Gəlin bunları deməli işarə eləyək. Deyir, gələcəkdə insanlar nə dillərində danışacaq dünyada? Hindistan,
Yəqin ki, odur. Bəlkə də hindi başqa dildir, bilmirəm dəqiq. Fransız və yaxud ərəb dillərini danışacaq. Bu dillər deyir daha vacib olacaq əhali artımına, səyahətə və beynəlxalq işə görə. Because of ucbatından deməkdir. Yəni onların ucbatından, onlara görə vacib olacaq. Hindistanda çox insan artıq deyir hindi dilində danışır və bu daha məktəblərdə, işlərdə və medyada daha vacib olacaq. Fransız deyir çox Afrika ölkələrində təhsil və hökumət üçün istifadə olunur və bu böyüməyə davam edəcək. Deyəsən hindi Hindistan dilidir. Və ərəb dili isə deməli böyüyəcək, çünki Misir və Səudiyyə Ərəbistan kimi ölkələrin güclü təsiri var iş və mədəniyyət sahəsində. Güclü əlaqələri var. Və dillər deyir sadəcə tarixinə görə dəyişmir. Onlar deyir həmçinin müasir həyat, texnologiya, qlobal ünsiyyətə görə dəyişir. Və deməli birdən çox dil öyrənmək tələbələrə və işçilərə gələcəkdə kömək edəcək. İnsanlar, bir neçə dili bilən insanlar asanlıqla ünsiyyət qura bilər, beynəlxalq komandalar işləyə bilər və digər mədəniyyətləri başa düşə bilər. Və dil öyrənməyə erkən başlayan deyir tələbələrin sonra daha çox imkanları, şansı olacaq. Deməli, şirkətlər birdən çox dil danışan işçilərə üstünlük verəcək. Belə ki, dil bacarıqları gələcək iş və təhsil üçün maraqlı olacaq. Burada fırlayıb eyni cümləni yazıbdır. Nəysə deməli, gəlin baxaq, mətnə görə deyir düzgünü seçin. In the future, people will also need to learn. Need ehtiyacı olmaqdır. Bəli, birdən çox dili danışmağa ehtiyacı olacaq. Əlbəttə ki, stop yox, dayandırmayacaq, əksinə davam edəcək. Deyir, sadəcə texnologiyadan asılı olacaq insanlar. Yox. Bir dəqiqə, gəlin baxaq. People will also, deyir, Afrika ölkələrində fransız dilindən istifadə edəcək. Bəli, burada yazıbdır. Deyir ki, fransız dili Afrika ölkələrində istifadə olunur, indiki sadə zamanda yazıb, yəni hal-hazırda. Təhsil və hökumət, yəni dövlət işində. Və bu artmağa, böyüməyə davam edəcək. Deməli, onda bizdə burada 2 səhvdir, deməli, 2 səhvdir. Ondan sonra deməli biz götürürük burada 1-i, bir də 3-ü. Aha, deməli biz baxırıq burada cavab olur 1-dən 3. Təkcə texnologiyadan asılı olmayacaq ki, insanlar. Burada başqa şeylər də var idi. Müasir həyat, qlobal ünsiyyət və s. Yəni gələcəkdə insanlar birdən çox dil öyrənməyə ehtiyacı olacaq. Afrika ölkələrində fransız dili istifadə edəcək. Çünki deyir indi də istifadə olunur, gələcəkdə artacaq. Deməli istifadə edəcəklər. Mətn nə haqqındaydı? Mətn deməli gəlin baxaq. Important world language. Vacib dünya dillərindəki cəryan. Bəli, cəryan tendensiyadır. Yəni elə bil ki, artıq o dillərdə danışırıq. Köhnə dillərin ləğv olmasından danışmır. Dil öyrənməkdəki problemlərdən danışmır. Texnologiya dil öyrənməyi necə asan edir? Danışmır. Turizmdən heç danışmır. Yəni biznes falan dedi. Okey, amma əsas dırdır. Yəni biz o cəryana doğru gedirik ki, ən çox Hindistan, bir də Hind, daha doğrusu fransız və ərəb dilləri danışılacaq. Onlardan danışır. Cəryan da yəni axın edir, gedir də. Məsələn, bir ölkədə işdə ondan danışılır, sonra biznesdə, təhsildə artıq hamı o dilləri öyrənir. Səhvi deyil seçin. Əhali artımı, deməli, dildən istifadənin daha çox olmasına yol açır. Əlbəttə ki, A doğrudur. Bəzi dillər daha da böyüyəcək, B doğrudur. Crucial, importantdır, yəni vacib. Crucial, important, vital, necessary, bunlar essential, bunlar sinonimlərdir. Deyir ki, gələcəkdə, yox, gələcək işlər üçün, peşələr üçün vacib olacaq. Doğrudur. Deyir ki, fransız dili Afrikanın ölkəndə bir neçə səbəbdən ötürü danışılır. Bəli, baxın, education və government. Yəni, bir hökumət aparatında, bir də təhsildə danışılır. Amma Y variantı səhvdir. Sadəcə bir dil öyrənmək kifayət edəcək? Yox. Gəlin baxaq, deməli deyir, why is Arabic becoming more important? Ərəb dili öyrənmək niyə daha vacibdir? Ərəb dili öyrənmək niyə daha vacibdir? Çünki burada var idi. Məncə Misirlə, deməli Səudiyyə Ərəbistandaydı. Düzdürmü? Ərəbikdə deyir artır, çünki Ərəbikdə artır. Ərəb dili də böyüyəcək. Həmçinin çünki Misir və Səudiyyə Ərəbistan kimi ölkələrin biznesdə, iş və mədəniyyət həyatında güclü təsiri var. Yəni o iki ölkənin dünya ilə əlaqəsi güclüdür. Onların da dili ərəb dilidir də insanlar bunu öyrənəcək. Bunun mənası budur. Hindistanda böyümür. Hindistandakı ilə Hindistan dilidir. Sonra C də səhvdir.
Hə, ondan sonra deməli D variantında deyir ki, ərəb dili Hindistanda, ərəb dilindən istifadə olunmur ümumiyyətlə. Afrikada da fransız dili idi. Ərəb dili Səudiyyə Ərəbistandan Misir idi. Hə, bax bu fransızdır. Ona görə də cavab oldu B variantı. Daha sonra hansılar düzdür deyir ki, aha. Gəlin baxaq. Disadvantage qeyri-üstünlük deməkdir. Deyir, dil öyrənməyin qeyri-üstünlüyü var. Ümumiyyətlə demək olar ki, yoxdur. Hətta yəni deyərdim ki, konkret yoxdur. Dil öyrənmənin heç bir qeyri-üstünlüyü yoxdur. Və bütün dil vacib dillər Avropadan gəlir. Xeyr, orada ərəb dili Avropadan gəlmir axı. Ona görə də 1-3 düzdür. Hindistan dili bəli, Hindistan dili, Hindi dili Hindistanda dil məktəbədə daha vacib olacaq və şirkətlər different language, müxtəlif dil bilən işçilərə ehtiyac duyacaq deməli. Hindi burada var idi da, bəli, school. Görürsünüz, burada var. Yəni, qeyd edeyim ki, hamıya aydın olsun. Deməli, 1-2 düzdür, 3-lə 4 səhvdir. Gəlin, baxaq, indi deyir, bu listeningdir. Bəli, nə tez bunun izahını verdim. Bunun izahı daha asan oldu elə bir ki. Deməli, 11-ci sinif, OTK 9-cu sinif idi də bu. Mən bunun hamısının izahını verdim. Bir dəqiqə deyək, baxım. Bəli, hamısının izahını bölüşmüşəm. Bəli, indi isə gəlin deməli essenin izahına baxaq. Bizdə əsas şərt 35 söz olmazdır. Gəlin yazaq. Paltar toxumaq olacaq need. One day deməli Maria was knitting, yəni toxuyurdu. Was knitting a green sweater for her son. When he finished, she completed it. Yani bunu tamamladı. Deyək ki, oğlan adı, oğlan da deyəsəm Mike wore it. Yani bunu giyindi. Then deyək ki, he looked, özünə güzgüdə baxdı da, he looked at himself, yəni özünə. On the mirror, yəni güzgüdür. After that, her mother put it into the washing machine. Yazaq machine. And showed it to her son. The t-shirt was, the sweater yazmışdık eləmi? Was clean. Deməli, neçə söz oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 30, 32, 33, 35, 36, 37, 38, 39, 40, 41, haradasa 40 plus söz oldu. İzahımız bu qədər. Növbəti videoda görüşmək diləyilə. Sağ olun.